Esselamu Aleyküm. Az öncə rastıma belə bir ifadə çıxdı. Sən Allahın qarşısında diz çökməyi öyrən, o sənə hər kəsin qarşısında dik durmağı öyrədəcəkdir. Məncə çox dərin, mənalı, hikmətli deyimdir. Baxın, iki hissədən ibarət deyimdir. Birinci tərəfində deyilir ki, Allah qarşısında diz çökmək. Bu nə deməkdir? Təvazökarlıq deməkdir, acizliyi dərk etmək deməkdir, tək yaradana təslim olmaq deməkdir, səcdə kimi əzəmətli bir əmri yerinə yetirmək deməkdir və yalnız ona ibadət etmək deməkdir. Çünki Rəbbin huzurunda diz çökmək insanı qürurdan, təkəbbürlükdən təmizləyir. Deyimin ikinci tərəfində nə gəlir? Hər kəsin qarşısına dik durmaq. Əgər insan yalnız Allahdan qorxarsa və onun qarşısında əyilərsə, heç bir bəndəyə, heç bir məxluqa boyun əyməz. Nəinki bəndəyə, heç dünya malına, çətinliyə belə boyun əyməz. İnsanın izzəti və şərəfi yalnız Allah qarşısında əyilməklə olur. Ona görə də insanların qarşısında izzətli, hörmətli olmaq istəyirsənsə, əvvəl Allahın qarşısında əyilməyi öyrənəcəksən, onun qarşısında təvazökar olmağı öyrənəcəksən. İnsanların qarşısında əyilmək istəmirsənsə, səcdəyə qapanıb namaz qılacaqsan. Çünki namazsız izzət yoxdur. Namazsız qurtuluş yoxdur, namazsız ucalmaq yoxdur, namazsız həyat yoxdur. Uca Allaha dua edirəm ki, Allah Subhanahu taala bizi təvazökar, ixlaslı, izzətli, namazı sevən, onu dost doğru qılan qullarından etsin. Amin.